Hər vaxtınız xeyir. Bugün sizinlə çox ləzzətli bir cem hazırlayırıq. Ətirli və faydalı mandarin cemi və ya naringi cemi. Birinci növbədə mütləq mandarinlərin üzərində olan kimya maddələr varsa ondan arındırmalıyıq. Onun üçün istəyirsiniz yuyun, istəyirsiniz mənim kimi bir gün axşamdan səhərə qədər təmiz suyun içində saxlayın. Baxın, daş kimi olacaq. Əlinizə götürüb sıxanda mandarinin yumşaqlığı əvəzinə elə bil portağal götürürsünüz əlinizə. Elə bir vəziyyətə gələcək. Ondan sonra bunu yaxşıca yaxalayırıq, qazana atırıq və 5 dəqiqə qaynadırıq. Çox lazım deyil. 5 dəqiqə kifayət eləyir. Daha sonra çıxardırıq, yenə soğuk su ilə yaxalayıb, doğrayırıq. Baxın, bu cürə. Bunu nə üçün eləyirik? Qaynar suya salmağımızın səbəbi odur ki, istəyirik ki, bunun acılığı biraz azalsın. Lakin çox bişirmirik. 5 dəqiqə kifayətdir. Daha sonra gördüyünüz kimi bölürük. İmkan varsa içərisindən tumları çıxardırsınız, amma valla buna heç ehtiyac yoxdur. Doğrayarkən o tumlar özləri çıxacaqlar. Baxın, bu cürə. Hamısını doğrayıb qazana yerləşdiririk. Məndə burada 600 qram artıq doğranmış, tumsuz mandarin var. Üzərinə 300 qram şəkər tozu əlavə edəcəm. Hətta 200 də olar, əgər tez yeyəcəksinizsə. Yox, uzun müddət saxlayacaqsınızsa, yarı-yarıya 300 qram əlavə etsəniz kifayət edir. Qoyuruq qalsın səhərəcən, şirəsini buraxsın. Bu arada götürüb tamına baxa bilərsiniz, görəcəksiniz ki, acılıqdan çox ətri var. Acılığı demək olar ki, yoxdur, amma tamam yoxdur, 100% yoxdur deyə bilmərəm. Ona görə ki, mandarinlər cürəbəcür olur, nazik qabıqlısı olur, qalın qabıqlısı olur. Məndəki bu dəfə qalın qabıqlı idi. Onu suya qoyduğum üçün qabığı elə bil qalınlaşmışdı. Bunu da nəzərə almaq lazımdır. Suyu canına çəkəcək. İndi şəkərini əlavə edirəm. Axırda bir limona ehtiyacımız olacaq. Bir limonun suyunu da bura sıxacağım. Onu da sizə deyim. Qapağı örtüb qoyuram qalsın səhərə qədər. Və ya 4-5 saat şirəsini buraxacaq. Çünki doğramışıq. Daha sonra ocağın üstünə yerləşdiririk və vam ateşdə bunu bişiririk. Gür yox, vam. Çünki biz bura su əlavə etməmişik. Natural şirəsidir. Şəkərdir, başqa bir şey yoxdur. Buxarlandığını da görürsünüz. Yəni ki, o elə dinməz oturmayacaq orada. Onsuz da qaynayarkən buxarlanacaq. Və ona görə bir limondan istifadə edirik. Mən bura bir orta boylu limonu suyunu sıxıb əlavə etmişəm. O momenti sizə çəkib göstərməmişəm, yəqin axtardım, tapmadım. Və gördüyünüz kimi üzərində olan köpüyü də yığırıq. Artıq limonun şirəsini tökəndən sonra bir balaca köpüy əmələ gələcək. Limon nəyə kömək edir? Birincisi, əgər şəkərini çox əlavə eləmişsə, onu xarlamağa qoymayacaq. İkincisi, biraz sulandırır. Üçüncüsü, şəkərin bədənə ziyanını azaldır. Onun turşuluğu şirəni biraz öldürür. Acılığı isə heç olmur. Əgər acılıq qalıbsa, limonun suyu o acılığı tamamilə öldürür. Baxın belə, mənə elə gəlir ki, bir like qazandım. Suallarınız varsa, onu da mütləq yazın. Videonun altında 3-4 videonun linkini atacağım. Həm portağal qabığı, həm portağal, həm də ki, qabıqsız deməli mandarinin mürəbbələri necə bişirilir. Onlara da baxa bilərsiniz. İstəsəz, sual əmələ gəlsə sizdə. Düzdür, o videolar çoxdan çəkilir. Mən isə artıq təmiz bankaların içərisinə boşaldıram və 2 növ edəcəm burada. Birinci növ olacaq dilim-dilim. İkinci nə qalacaqsa bankada, onu blenderlə əzəcəyəm, bankada deyirəm, qazanda. Blenderlə əzəcəyəm, pavidla şəklinə gətirəcəm və daha sonra onu çörək üstünə sürtüb yeyə bilərsiniz. Tortlarda istifadə edə bilərsiniz. Peçenyelərdə istifadə edə bilərsiniz. Dilim-dilim olanı isə kekslərdə istifadə edə bilərik. Videoya axıra qədər baxdığınız üçün təşəkkür edirəm. Suallarınız varsa gözləyirəm. Bacardığım qədər cavablandıracağım.
Like'larınızı əsirgəməyin. Videomu paylaşsanız çox sevinərəm. Hələlik isə Şərqiyə xanımdan bu qədər. Ruzi bərəkətiniz bol. Dünyanın ən şirin neməti olan can sağlığı hamınıza nəsib olsun. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə. Xudahafiz mənim əzizlərim.